Zonada hörmətli tamaşaçılar, böyük qayıdışa dair birinci dövlət proqramının icrası uğurla davam edir. Başa çatmaqda olan 2025-ci il ərzində demək olar ki, hər ay hansısa işğaldan azad olunan rayonumuza kəndə köç oldu. Bu həftə ilk dəfə olaraq Ağdam şəhərinə köç oldu və insanlarımız öz doğma torpaqlarına qayıtdılar. Qarabağa qayıdışla bağlı bu il ərzində görülən işlər və qarşıdakı planlar barədə suallarımızı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynova ünvanlayacaq. Axşamınız xeyirli olsun Fuad müəllim. Hər vaxtınız xeyir. Fuad müəllim, mən qeyd etdim əvvəldəki bu həftə ərzində də bir sıra rayonlarımıza, bir sıra ərazilərimizə köç oldu. İstərdik ən son həyata keçirilən köçlər barədə məlumat verəsiniz. Bu sahədə indi hansı yeniliklər var? Öncəliklə dəvətinizə görə sizə təşəkkürümü bildirirəm və Azad Azərbaycan kanalında yeri gəlmişkən 25 illik mübarək mübarək, həmişə baxımlı olasınız. Dünya miqyasında unikallığı ilə səciyyələnən böyük qayıdış istər miqyasına, istərsə də işğal dövründə məruz qaldığı dağıntıların həcminə görə ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir və məhz bunun əsnasında və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq möhtərəm cənab prezidentimizin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin böyük qayıdışa dair birinci dövlət proqramı təsdiqlənmişdir. Və bugün siz qeyd etdiyiniz kimi Günel xanım 2025-ci il artıq yola saldığımız il böyük qayıdışın 4-cü icra ilidir. Və böyük fəxarətlə qeyd edə bilərik ki, böyük qayıdış dövlət proqramı uğurla icra olunmaqdadır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa, quruculuq işləri aparılır. Torpaqlarımız minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənir. Yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı üçün beynəlxalq qanunvericilikdə təsbit olunmuş tərzdə ləyaqətli və təhlükəsiz qayıdışları üçün Azərbaycan dövləti tərəfindən ölkəmizin ali rəhbərliyinin başçılığı ilə münbit şərait yaradılır. Hər həftə demək olar ki, siz hər ay dediniz, hər həftə artıq Qarabağımıza və Şərqi Zəngəzurumuza köç kərvanları yola salınır və bu yola saldığımız həftə də istisna deyil. Bir həftə ərzində 6 müxtəlif rayona, Xocalı, Xocavənd, Ağdərə, Cəbrayıl, Zəngilan və Ağdam rayonlarına köç kərvanları yola salınır və Ağdamı mən xüsusilə qeyd etmək istərdim ki, çünki İlk köçüdür, bəli, möhtərəm cənab prezidentimiz və ölkəmizin birinci xanımı, hörmətli Mehriban xanım Əliyevanın dekabrın 24-də məhz cənab prezidentimizin doğum günündə Ağdamın ilk yaşayış kompleksinin açılışı oldu. Ağdama köçən ilk sakinlərlə görüş oldu və onlara evlərin, mənzillərin açarları təqdim olundu. Və Ağdam bilirsiniz ki, erməni vandalları tərəfindən tam talan olaraq Qafqazın Hirosiması adlandırıldı, amma indi isə təkcə Qarabağımızı yox, bütün ölkəmizin ən füsunkar güşəsinə çevriləcək və ölkəmizin 4-cü ən iri şəhərinə çevriləcək bir məkana artıq keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı başladı, böyük qayıdış salnaməsi başladı. Ümumilikdə bugünədək 32 yaşayış məntəqəsinə 65 mindən çox soydaşımız məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir və əgər xatirinizdədirsə, ilin əvvəlində möhtərəm cənab prezidentimiz yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdi ki, bu ilin sonunadək 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımızın məskunlaşdırılması nəzərdə tutulur və bugün fəxarətlə qeyd edə bilərik ki, həmin hədəfə nail olunub, artıq 32 yaşayış məntəqəsində həyat qaynayır, bərpa olunur və əlbəttə ki, növbəti aylarda, illərdə bu proses daha geniş, daha intensiv sürətlə davam etdiriləcək. Fuad müəllim, ən maraqlı məsələlərdən biri yeni salınan yaşayış məntəqələrində insanların məşğulluğu ilə bağlıdır, iş yerlərinin yaradılmasına bağlı. Vəziyyət necədir hal-hazırda orada? Bildiyiniz kimi işğaldan azad edilmiş ərazilərdə müxtəlif istehsalat müəssisələri yaradılır, sənaye parkları yaradılır. Artıq 2 böyük sənaye parkı Ağdam və Cəbrayılın Araz Vadisi sənaye parkları fəaliyyətdədir. Hər iki parkda
50 müəssisə rezident kimi, 7 müəssisə isə ki, qeyri-rezident kimi qeydiyyatdan keçib. Bundan əlavə müxtəlif sahələri əhatə edən müəssisələr yaradılıb. Həm keçmiş məcburi köçkün soydaşlarımızın sosial rifahının yüksəldilməsi, həm də ki, ölkəmizin iqtisadiyyatını töhfə vermək məqsədi ilə. Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dünya Bankı ilə birgə layihə çərçivəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması layihəsi çərçivəsində artıq 12 mindən çox məcburi köçkün əhatə edərək onları müxtəlif təlimlərə, mikrobiznesin yaradılması, psixososial reabilitasiya, icmaların səfərbər olunması, özünü məşğulluq proqramları, yəni 60-dan çox peşəni əhatə edərək bura qənnadı, saç ustası, qrafik dizaynı və digər peşələr daxil olmaqla müxtəlif sahələr üzrə təlim kursları təşkil edir və artıq öz doğma torpaqlarına qayıtdıqda keçmiş məcburi köçkün soydaşlarımız həmin peşə vərdişlərindən istifadə edərək öz həyatlarını qurmağa nail olur. Və köçə qədər olan proses də çox maraqlıdır. Siz bir komitə olaraq bu prioriteti, bu köçün necə yola salınması, necə tərtib olunması, necə həyata keçirirsiniz? Öncəlik kimə verilir? Kimlərə verilir daha doğrusu? İlk mərhələdə ən ağır şəraitdə məskunlaşan keçmiş məcburi köçkünlərimiz yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, digər inzibati binalarda, digər kompakt məskunlaşma obyektlərində, həmçinin başqa vətəndaşlara məxsus olan evlərdə və mənzillərdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza üstünlük verilir və onu da qeyd etmək istərdim ki, köç hər bir keçmiş məcburi köçkünün daimi qeydiyyatda olduqları şəhər, rayon, qəsəbə və kənd üzrə aparılır. Yəni, sorğu əlbəttə ki, böyük qayıdışın ilk bir bünövrəsidir və həmin sorğuların məlumatları Dövlət Komitəsi nəzdində yaradılmış ilk layihə, inamlı, ləyaqətli, könüllü bunun açıqlaması qayıdış və reinteqrasiya elektron portalına yerləşdirilir və həmin portal vasitəsilə digər hökumət qurumlarının serverlərinə çıxış var. Yəni, bu iş, bu fəaliyyət qarşılıqlı səviyyədə tənzimlənir. Və onu da qeyd etmək istəyərdim ki, son vaxtlar, son aylarda böyük qayıdışa dair maraq keçmiş məcburi köçkün soydaşlarımız arasında kəskin şəkildə artmışdır və bütün bunları nəzərə alaraq qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi demək olar ki, gücləndirilmiş iş rejimində öz fəaliyyətini qurur. Dövlət tərəfindən məcburi köçkünlərə verilən müəyyən güzəştlər və imtiyazlar var idi. İnsanlar öz doğma torpaqlarına, evlərinə qayıdandan sonra bu güzəştlərin, imtiyazların vəziyyəti, aqibəti necə olur? Onlar dayandırılır və yaxud da dayandırılmırsa hansı müddətdən sonra dayandırılacaq? Mövcud qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən keçmiş məcburi köçkün soydaşlarımız əvvəlki yaşayış yerlərinə qayıtmaq imkanı yarandıqdan dövlət tərəfindən olan sosial müdafiə tədbirləri 3 il ərzində davam etdirilir və 3 ildən sonra artıq yekunlaşdırılır. Buna həm vaid aylıq müavinət, xalq arasında buna çörək pulu da deyirlər, amma bu həm əsas yemək xərclərini, həm də ki, kommunal xərclərini ödəmək üçün dövlət tərəfindən verilən bir müavinətdir. Həm vaid aylıq müavinət, həm təhsildə olan güzəştlər, digər sosial müdafiə tədbirləri yenə də qayıdış imkanı yarandıqdan 3 il ərzində davam etdirilir. Onda elə bir qrup artıq var ki, onlar üçün bu sonuncu il hesab olunur. Zəngilanın Ağalı kəndinə ilk qayıdan 2022-ci ildə qayıdan əhali artıq bəli, onlar üçün dövlət tərəfindən sosial müdafiə tədbirləri dayandırılır. Aydındır. Çox təşəkkür edirik. Mən sizə təşəkkür edirəm və arzumuz ondan ibarətdir ki, tezliklə hər bir keçmiş məcburi köçkün soydaşımız böyük qayıdışın sevincini və qürurunu yaşasın və xalqımıza isə yeni ildə xoş və firavan həyat arzulayırıq. Minnətdarıq. Sizə uğurlar arzulayırıq və öz evlərinə qayıdan insanlarımızı da bu yeni il münasibətinə təbrik edirik. Onlar üçün əlbəttə ki, bu ilk öz evlərində keçirdikləri yeni il olacaq. Təbrik edirik, minnətdarıq. Təşəkkür edirəm.